Hər vaxtınız xeyir olsun. Rekord TV'nin efirində İlham Tumasın qonağı ilə bir yerdəsiniz. Bugünkü qonağım fəlsəfə doktoru, sabiq millət vəkili Etibar Əliyevdir. Etibar bəy, xoş gördük sizi. Sağ olun, teşekkür ederim. Biz çoxdandır görüşmürdük və hesab edirəm ki, bu görüşümüz həm də bir məhsuldar görüş olacaq. Çünki siz çox maraqlı insansınız, mütaliəli insansınız və bizim sahib seçilən ziyalılarımızdansınız. Bu yaxınlarda sabiq millət vəkili Elşad Mirbəşiroğlu bir müsahibə vermişdi. Dedi ki, valla millət vəkili kimi, yəni millət vəkilliyindən sonra özümü iş tapa bilmirəm. Etibar Əliyevin vəziyyəti necədir? İş falan varmı? Necə dolanırsınız? Nə edirsiniz? Maraqlı sualdır. Mən deputatlıqdan əvvəl müəllim olmuşam, fəlsəfə dərsi demişəm. Aviasiya Akademiyasında, Odlar Yurdu Universitetində. Mən özümü pis müəllim hesab eləmirəm. Mən Elşad Mirbəşir daxil olmaqla bir neçə nəfər ki, deputat olmadı. Mən belə maraqla qarşılanan bir ifadə işlətmişdim. Vurulmuş insan sindromu. Yəni iclaslara çağırırlar indi, axırda oturdururlar, əvvəldə oturdururlar. Gedirsən, yazılırsan söz deməyə, üstündən xət çəkirlər. Yəni bu hal yaxşı hal deyil. Yəni biz bu ölkənin vətəndaşıyıq, millət vəkili olmuşuq, biz alimik. Amma Elşad Mirbəşirin o sözü əslində ki, heç yerə də müraciət eləməyib, ancaq iş də vermirlər. Bu çox böyük belə lağlağı ilə qarşılandı. Ona təhdidlər başlandı. Başladılar demək, ələ salmağa. Quduz bu öz başına gələn bir məsələni deyib. Deyib ki, işsizəm də, burada nə var ki? Bu mənada mən ictimai əsaslarla demək, UNEC-də Elmin Populyarlaşdırılması Mərkəzinin direktoruyam. Çalışırıq ki, elmin populyarlaşdırılması istiqamətində müəyyən iş görək. Çünki Azərbaycanda elmin populyarlaşdırılmasının vəziyyəti həddindən artıq pisdir. Elm populyarlaşdırılmırsa, bu məktəblilər və tələbələr, gənclər üçün anlaşılmaz bir məkana gəlir. Bu mənada bu işlərlə məşğulam. Yəni, eyni zamanda kitab təbliğatı ilə məşğulam və hesab edirəm ki, darıxmıram və optimistəm. Elədir. Mənim yadımdadır, Sovet vaxtı idi da, biz orta məktəbdə oxuyanda məşhur broşurlar var idi. Rus dilində zanimatiyana, fizika, matematika, astronomiya. Özdə akademiklər yazırdı. Bəli. Perelman yazırdı. Perelmanın kitabları. Kolmogorov yazırdı. Bəli. Yəni o silsilə yoxdur bizdə. Tamamilə doğru. Sovet vaxtından unuduldu, getdi hamısı. Tamam, indi o işlə Nobel mükafatı laureatları da məşğuldur və mənim böyük kitabxanamda xüsusi rəf var ki, bu elmin populyarlaşdırılması ədəbiyyatlarıdır və siz də yaxşı bilirsiniz ki, mən 90-cı illərdən, ötən əsrin 90-cı illərindən Nobel mükafatı laureatlarının tədqiqatçısıyam, silsilə yazılarım var, 2 kitabım çıxıb. İndi elmin fəlsəfəsi kitabı üzərində işləyirəm, onun özü də demək Nobel mükafatçılarının kəşfləri haqqındadır, elmi paradigmalar haqqındadır. Yəni, haqlısınız, populyarlaşdırma çox vacibdir və çox yaxşı ki, dəvət etdiniz. Sizin bu deməli studiya vasitəsilə onu da demək istəyirəm ki, hətta elmin populyarlaşdırılmasına dair bir saytın meydana gəlməsi də bugün çox böyük əhəmiyyət kəsb eləyə bilər. Elədir. Etibar bəy, siz adətən pisinizə gəlməsin, bax bu elmi fikirlərinizlə yox, atmacalarınızla gündəmə gəlirsiniz. Səmimi etiraf edeyim sizə. Sonuncu dəfə Nəriman Həsənzadə ilə bağlı, rəhmətli ilə bağlı bir fikir bildirdiniz ki, Nəriman Həsənzadə belə şair kimi, Səməd Vurğunun bir şeirinə, bütün Nəriman Həsənzadə yaradıcılığına dəyişmərəm falan bəhmən. Mən belə şeyləri adətən gənclərdə görürəm. Məsələn, Orxan Safaridə görürəm, indi yəqin ki, tanışsınız onda statuslarından, digərlərində görürəm. Amma Etibar Əliyevə bu fikri, bu tipli fikirləri mən yaraşdırmıram. Səmimi deyəcəm sizə. Sizin çapınız var, sizin miqyasınız var, alimsiniz. Niyə yazırsınız onları? Məsələn, Nəriman Həsənzadənin heç torpağı soymayıb, dünən rəhmətə gedib deyək ki, siz səhərsi gün belə bir şey yazırsınız. İlham bəy, mən onu başqa mənada yazmışdım. Orada fərqli kontent idi. Yəni, mən az yaşayan şairlərlə bir çox yaşayan Allah verən ömürdür də.
şairlərin yaradıcılığını müqayisə eləmişdim. Bu tək mənim yazımda əks olunmayıb. Bu barədə xeyli məqalələr var, filan var. Və sadəcə o qısa ömürdəki yaradıcılıqla uzun ömürdəki yaradıcılığı müqayisə etməyə çalışdım. Ancaq mən heç düşünmürdüm ki, bu qədər təhdidlərlə üzləşəcək. Digər tərəfdən isə gəlin başqa bir misal çəkək. Yazıçı Elçin vəfat edəndən sonra nə qədər tənqidi fikirlər səsləndi. Və yaxud da gəl belə fərz eləyək. Məyər Səməd Vurğun dünən rəhmətə gedib. Artıq Səməd Vurğunun ruhu var. Biz o ruha deməli münasibət bildirməliyik. Ona görə də mən bu paylaşımımın bu qədər əks-səda yaradacağına inanmırdım. Sadəcə mən yaşlı nəsil bir nümunəsi kimi cavan dünyasını dəyişmiş şairlərin yaradıcılığını müqayisə etmək istədim və mən özümün şəxsi fikrim kimi dedim ki, mən Abbas Səhəti, Əli Kərimi, Səməd Vurğunu Nəriman Həsənzadədən güclü, böyük şair hesab edirəm. Mən başqa bir misal deyim. Mən dahi Höteni çox sevirəm və onun yaradıcılığını çox yaxşı bilirəm. Amma Höte də xeyli yaşadı da. Bəli, Höte də xeyli yaşadı. Bəli, amma Höte tək şair deyildi. Höte filosof idi, anatom idi. Metrologiyadan onun deməli əsəri var. Rənglər haqqında əsəri var. O fərqli deməli şəxsiyyət, fərqli təfəkkürə malik olan bir şəxs idi. Onun çox möhtəşəm bir fikri var. Deyir, şairi anlamaq üçün onun sferasına daxil olmalısan. Mən məsələn heç kim inciməsin. Mən məsələn Baba Vəziroğlunun, Ramiz Rövşənin sferasına daxil ola bilmirəm. Və müqayisə edəndə digər yaşayanlar, dünyasını dəyişənlər və müqayisə eləyəndə burada kimsə qüsur tapmasın. Mən sadəcə o sferaya daxil ola bilmirəm. Mən Hüseyn Cavidin sferasına daxil ola bilirəm. Mən Əli Kərimin sferasına daxil ola bilirəm. Mən Səməd Vurğunun sferasına daxil ola bilirəm. Bilirsiniz, mən bir maraqlı bir məsələni deyim. Turgenevin gözəl bir fikri var. Deyir ki, artıq bütün insanlar, bütün qərb adamı iki tipə oxşamaq istəyir. Ya Don Kixota, ya Hamletə. Və deyir ki, indi Hamletlərin sayı çoxalıb. Don Kixotlar azalıb. Və əgər vaxt olarsa bunu izah eləyərəm. Azərbaycan cəmiyyətinin iki obrazı hansıdır? Biri Kefli İskəndərdir, biri də ki, Cəfər Cabbarlının Aydınıdır. Cəfər Cabbarlının Aydınıdır. O, bütün yekamlara qarşı mübarizə aparır, istəyir işıqlı bir gənc olsun, biliyini paylaşsın və s. Don Kixot öz idealını kənarda axtarır. Hamlet isə öz daxilində axtarır. İkisinin də əlində qılınc var. Hər ikisinə. Biri şərə qarşı mübarizə aparır, Don Kixot və s. Bu isə atasının qisasını almağa çalışır və s. Tərəddüddə qalır. Tərəddüddə qalır, tamamilə doğru. Tərəddüddə qalır və təpədən dırnağa qədər skeptikdir. Ona görə də bu kontent, yəni sosial şəbəkə, mən düşünürəm ki, elə Hamletlərin sayını artırıbdır və Kefli İskəndərlərin də sayını artırıbdır. İndi bilmirəm, siz bunu müşahidə edirsiniz. Məsələn, artıq heç kim sərbəst öz fikrini söyləyə bilmir. Yəni, mən fəlsəfəni belə başa düşürəm, mən Şah İsmail Xətaini belə başa düşürəm, mən Əli bəy Hüseynzadəni belə başa düşürəm. Dərhal ortaya xeyli adam çıxır. Aydındır. Etibar bəy, amma gəlin bir şey etiraf eləyək. Deməyin ki, İlham Tumas yenə o sandıq, açıq sandığı tökür, pambığı köhnə deyirlər, nə bilim o məsələləri təzədən qaldırır. Mənim yadımdadır, siz millət vəkili olan vaxtınızda biz sizlə köhnənin dostuyuq. Hardasa bir 25 il var bizim tanışdığımız, bəlkə də 26 il. Mən onda hərbidən təzə gəlmişdim, sizinlə də tanış oldum. Amma gəlin etiraf eləyək ki, siz də dözümsüzsünüz. Məsələn, siz məni dostluqdan çıxartmışsınız Facebookda. Mənim yadımdadır. Bəlkə də indi də dost deyilik Facebookda. Niyə məsələn siz sizə bir qarşı bir fikir bildirəndə onu tez amansızcasına qılıncla qarşılayırsınız? Olmazmı məsələn siz bir rahat şəkildə anladasınız? Mən bilirəm ki, mən sizə qarşı heç vaxt hörmətsizlik eləməmişəm. Etiraf edəcəm, bizim dostumuz millət vəkili Fazil Mustafada da var bir
cəhət. O da məsələn baxır görür ki, bir adam onun fikrinin əleyhinə getdi, tez blok atır və yaxud dostluqdan çıxardır və yaxud ümumiyyətlə dostluq siyasından silir. Amma siz də belə şeylər eləmisiniz axı. Yox, mən baxır kimin hansı fikri söyləməsindən asılı olaraq mən hərəkət etmişəm. Amma elə şəxslər var ki, sən bir mövzudan danışırsan, bilmirəm sizin hansı fikrinizdən görə eləmişəm onu, hiss edirsən ki, bu səndən dialoq yaratmaq niyyətində deyil və mövzunu çevirir, sonra şəxsi deməli mənafeyə gətirir, sonra şəxsini təhqir eləyir və şübhəsiz ki, onunla dostluğunu alınmır. Bu virtual dostluqdur. Biz həyatda dostluq, indi orada adamın 5000 dostu var, real həyatda adamın o qədər dostu yoxdur. Yəni o dostluğun özü də sizi mən nəzərdə tutmuram. O dostluğun özü də bir virtual dostluqdur və mən hesab edirəm ki, bu sosial şəbəkədir. Ola bilsin ki, müəyyən yaş dövründən sonra ya orada qalacağım, ya orada gedəcəyim, mən onu bilmirəm. Amma o dərəcədə deməli refleksiya güclüdür ki, mən bilmirəm nədəndir, refleksiya o qədər güclüdür ki, insan tez inciyir. İnsan tez inciyir. Yəni o tanıdığın şəxslərin o aşağılayıcı ifadələrindən adam tez inciyir və s. Məsələn, hərənin orada öz deməli qəzeti var. Məsələn, mənə qəzet açıb. Məsələn, mənim qəzetimin yazarı da özüməm, redaktoru da özüməm, korrektoru da özüməm. Sizin səhifənizdir, bəli. Mənim səhifəm. Mən daha heç kimdən xahiş eləmirəm ki, amanın bir günüdür, mən bu yazımı çap elə. Heç eləməyəcəklər. İndi elə qütbləşmə baş verib ki, hətta bir Nobel mükafatı laureatını da yazısını çap eləməzlər və mən bir dəfə yazmışdım ki, mən Einstein uşaqlara məktubunu tərcümə eləmişdim. 60 bəyənmə gəlmişdi. Amma bir lətifəyə 25.000 və yaxud da bir qadının nə bilim hansısa bir hərəkətinə bir 40.000, bir masajçı qadın özünü təqdim eləyir, bir 40.000 bəyənmə gəlir. Yəni o bizim kontingentdir. O bizim o 40 nəfərdən ibarət şəxs bizim kontingentdir. İndi o baxanlar da bizim kontingentdir. Hər halda mən hesab edirəm ki, bizim sosial şəbəkəyə münasibətimiz mental xarakter daşıyır. Bu mental xarakter daşıyır. Necə ki, İspan sosioloqu var, Manuel Castells. O deyirdi ki, internet çıxıb hamı sevinir. Amma bu internetdən Skandinaviya ölkələri rifah dövlətin formalaşdırılması üçün çox məharətlə istifadə edirlər. Amma bəzi ölkələrdə narkobiznes genişləndi, adam oğurluğu genişləndi. Artıq WhatsApp-dan danışırlar da bir-birləri. Yəni bu mental məsələdir və çox maraqlı sual verdiniz İlham bəy, sizə təşəkkür edirəm. Amma indi söhbət nəticəsində, dialoq nəticəsində insan öz yazdıqlarını müəyyən dərəcədə korrekt eləyə bilər. Amma daha o fikrin əleyhinə olaraq söyüş söyəsən, nə bilim. Aydındır, təbii. Sən filan vaxtı filan kəslə içmişdin, nə bilim filan vaxtı filan kəslə belə bir söz demişdin filan bir söz demişdin və s. bax. Bunlar ucuz şeylərdir. Mən razıyam sizdən. Son vaxtların, son günlərin daha doğrusu müzakirə olunan mövzularından biri də bayaqları dediniz, elə adını çəkdiniz, Şah İsmaillə bağlıdır. Bu mövzu, bu mübahisə vaxtaşırı gəlir, keçir. Mənə bayaq onu deyir. Gəlir, keçir. Bayaqları elə sosial şəbəkədə gördüm. Bizim dostumuz Səməd Vəkilov, hüquqşünas, bir siyahı dərc eləmişdi Nazirlər Kabinetinin qərarını. Azərbaycan dövlətinin varidatı elan olunurlar filan adamlar. Onların içərisində Şah İsmail də var. Şah İsmaillə bağlı da fikirlər çox, belə deyək, şaxələnir. Hətta bir dəfə yenə də məcburam adını çəkməyə, Fazil bəylə illər əvvəl söhbət eləyirdim. Axırı yazdı, o yazdı, mən yazdım, o yazdı, mən yazdım. Axırı zəng elədim Fazil bəyə. Dedim, Fazil bəy, xahiş edirəm, gəlin bu Şah babanın məsələsini yekunlaşdıraq da, eləməyin bunu. Sağ olsun, hətta bir açıqlama da verdi ki, İlham Tumasla danışdıq, bu məsələni bağladım. Sizin fikriniz maraqlıdır. Azərbaycanın böyük tarixi şəxsiyyətidir, böyük şəxsiyyətdir Şah İsmail. Xalqımızın ruhuna hopub, ədəbiyyatımızda var. Poeziyamızda var. Düzdürmü? Sizin fikriniz mənim üçün maraqlıdır. İlham bəy, düz deyirsiniz. Şiəli ilə bunu qarışdırmaq olarmı?
Yo, bilirsiniz söhbət nədən gedir? Platonun gözəl bir sözü var. Deyir ki, ədalətli cəmiyyət o cəmiyyətdir ki, hər kəs öz işi ilə məşğul olur. Bəli. Yəni tarixçilər bu barədə hətta Ziya Bünyadovun da deməli Azərbaycan tarixində məqaləsi var. Çingiz Qacar da yazıb, ondan əvvəl də yazıblar və s. Əslində tarixçilər böyük bir diskussiya yaratmalıdırlar bunun, amma heç kimi təhqir eləmədən. Mən bu tarixi şəxsiyyətlərin yaşadığı dövrü, tarixin fəlsəfəsinin yazılmamasında görürəm, bu cür mübahisələrin yaranması. Və mən hesab edirəm ki, Hegelin tarixin fəlsəfəsini oxumamış şəxs özünü tarixçi adlandıra bilməz. Əslində o həm refleksiv tarixdir, həm də tarixin fəlsəfəsidir. Ferguson adlı bir tarixçi var, nəhəng 21-ci əsrin. O maraqlı alternativ tarix kitabı yazıb. Mən onu tarixçilərə tövsiyə eləyirəm, məsələn, oxusunlar. Məsələn, deyir, müqəddəs Pyotr Dəməşq qalalarının arasında dostları tərəfindən xilas olunmasaydı, xristianlıq Avropaya bu qədər yayıla bilərdimi? İndi Şah İsmayıl Xət alternativ tarix kimi deyir. Məsələn, şir ürəkli Richard İngiltərədə olmasaydı, İngiltərə indi hansı vəziyyətdə idi? Və yaxud da Cümhuriyyət dövrü olmasaydı, biz indi hansı vəziyyətdə biz hansı vəziyyətdə olacaqdıq və demokratiya, sonra müstəqil dövlət, respublika və s. bu anlayışlara necə yanaşa biləcəkdik? Çox maraqlı bir İngilis şairi var, Wordsworth'un gözəl bir şeiri var. Deyir ki, mıx olmasaydı nal olmayacaqdı. Nal olmasa at olmayacaqdı. At olmasa süvari və atlı olmayacaqdı. Atlı olmasaydı qələbə olmayacaqdı. Qələbə olmasa krallıq olmayacaqdı. İndi bilirsiniz, biz indi mıx axtarışındayıq, bilirsiniz ki, bu atlar nə üçün uzun məsafə qət edirdilər? Çünki bunun vasitəsilə nalı at saxlayırdı da. Tabii. Biraz mövzudan yayındım, amma bəli, tarixi şəxsiyyətlər qorunub saxlanmalıdır. Tarixi şəxsiyyətlərin dünyada bu tendensiya var və çox maraqlı bir məsələni deyim. Baxın tarixi şəxsiyyətlərə Jules Sezardan tutmuş Churchill-ə qədər. Hər 10 ildən bir yeni bioqrafiya yazılır İlhan bəy. Məsələn, axırıncı dəfə Livingstone tarixçi Churchill-ə 1200 səhifəlik bioqrafiya yazıb. O sahib ki, məsələn, Churchill neçə söz işlədib bütün belə dövründə, siyasət dövründə. Məsələn, deyib 12 milyon söz işlədib. 12 milyon sözün mənası nədir? Bu baxımdan yaxşı ədəbiyyatlar da seçilməlidir. Şah İsmayıl haqqında, Nadir Şah haqqında, digər bizim bayaq dediyiniz o böyük şəxsiyyətlər haqqında və bir diskussiya klubu yaradılmalıdır. Gəlsin hamı öz fikrini orada desin. Haydi Parkçı. Bəli, tamamilə. Hamı gəlsin öz fikrini desin. Heç kimi təhqir etmədən. Qoyun oxucu, geniş oxucu kütləsi, maraqlanan şəxslər oradakı fikirləri ayırd eləsinlər. Məyər Sezar haqqında bir kitab yazılıb ki, Sezarı bir kitabdan başa düşəsən, hərə bir cür yazıb Sezarı. O baxımdan, belə mən də tərəfdarıyım. İndi, məsələn, Fazil bəy yaxşı tədqiqatçıdır. Fazil bəy öz fikrini deyir, başqa birisi öz fikrini. Sonra başlayırlar bir-birlərini təhqir eləməyə. Bu, bilirsiniz, alınan məsələ deyil. Mən yəni bunun əleyhinəyəm. Hər şey rasionalizm nöqteyi nəzərindən təhlil olunmalıdır. Bayaqları biz verilişdən qabaq maraqlı bir ifadə işlətdiniz ki, sevgi şeiri deyilən bir yoxdur bir nəsnə. Sevgi şeiri, bu nə deməkdir? Əgər sevgi şeirləri insanlara belə təsir eləsəydi, Azərbaycanda bir statistika dediniz. Bu qədər evlilikdən... Təxminən 38 min nikah olub, onun 26-27 min boşanma olub. Yəni mən nə istəyirəm soruşum sizdən Etibar bəy. Son vaxtlar əsasən cavan nəslin nümayəndələrdir. Cavan da deyirlər, artıq kifayət qədər yaşları var. Hesab edirlər ki, İslam Azərbaycan xalqına çox böyük zərbə vurur indinin özündə də. Hesab edirlər ki, məsələn, biz deyək ki, Həzrət Əli, Məhəmməd Peyğəmbər, Hüseyin, Həsən,
o xofundan da deməyim də, o sevgisindən qutarsaq, hesab edirlər ki, biz xeyli inkişaf eləyəcəyik. Sizin fikriniz maraqlıdır mənim üçün. Yenə maraqlı sual İlham bəy. Bu müdriklərin birinin sözüdür. Deyir, hardakı dindən söhbət gedir, orada mübahisə eləmir. Tamam Roosevelt, deyəsən Rooseveltin fikridir. Mən sizə bir ədəbiyyat tövsiyə edirəm. 20-ci əsrdə nəhəng riyaziyyatçı, fizik, məntiqçi, filosof, amma o qədər böyük idi ki, ona ədəbiyyat üzrə Nobel mükafatı verdilər. Bertrand Russell. Təbii ki. O möhtəşəm bir əsəri var. Mən niyə xristian deyiləm? Onu oxumamışım açıq. O həmin kitabda demək müqayisə eləyir. Deyir, məsələn, xristianlıqda da yaxşı adam olmaq üçün ibadət eləməlisən. Orada da ehkamlar var. Orada da peyğəmbərə inanmalısan və bunu ilahi ruhun daşıyıcısı kimi dəyərləndirməlisən. Müsəlmançılıqda da bu var. Amma söhbət nədən gedir? Kamil insanlıqdan gedir. Və o hesablayıb da, indi oturub tədqiqatçıdır. Məsələn, İslamda nə qədər cəhənnəmdən söhbət gedir, Bibliyada nə qədər cəhənnəmdən söhbət gedir, təxminən eynidir. Eynidir. Amma orada çox maraqlı bir məqam var. Deyir ki, 13-cü əsrdə kral özünün deməli qapalı qurumu var idi. Kralın qapalı təşkilatı var idi 13-cü əsrdə. Və kral deməli nazirləri deməli vəzifə şəxs tutan onun sarayında olanları, eyni zamanda da o dindarları həmin o qapalı şuraya daxil eləmişdi. Deyir, o zaman qəbul elədilər ki, qərar qəbul elədilər ki, xristianlıqdakı cəhənnəm ehkamı ləğv olunsun. Qanunla ləğv olunsun. Və deyir, buna nail olduq və xeyli dərəcədə bizim Bibliya münasibətimiz dəyişdi. Halbuki deyir, o vaxt elə nəhəng din xadimləri var idi ki, bütün İngiltərə onların qarşısına başlayır. Kenteberski, Yorkski o zaman yaşayırdılar. O zaman yaşayırdılar. İndi mən yenə deyirəm, mən dinlə bağlı heç bir mübahisə etmək istəmirəm. Amma bunun da dinin fəlsəfəsi tədris olunmasa, dinin fəlsəfəsi, indiki gənc nəslin də dinə münasibəti çox bəsit olacaqdır. Mən məktəbli fəlsəfəsi yazdım, orada din fəlsəfəsi də var. Onların dini olan, o böyük şəxsiyyətlərin dini olan baxışları da var. Və yenə də o alternativ tarixə gəlirəm. İslam olmasaydı nə baş verəcəkdi? Məhəmməd Peyğəmbər dünyaya gəlməsəydi nə baş verəcəkdi? Bilirsiniz, ona görə də bu məsələlər 21-ci əsrdə həddindən artıq belə hissiyat səviyyəsində mübahisələrlə nəticələnir. Məsələn, bir dəfə zəlzələ olmuşdu. Dedim, bu dindarlar, bizim dindarlar niyə Zəlzələ surəsindən bizə Zəlzələ surəsini tanış eləmirlər? Quranda Zəlzələ surəsi və Zilzal 99-cu surə. Məsələn, o bütöv qorxudur. Orada qorxu var. Çox Zəlzələ surəsi ən kiçik ayələr Zəlzələ surəsindədir. Amma digər tərəfdən isə Əbdüssalam deyir ki, mənim nüvə fizikasındakı kəşfimə Quran səbəb olur. Belə deyirəm. 8 yaşında əzbər bildiyim Quran və deyir, Quranın 5də 3-ü elmdir, İlham bəy. O onu elm kimi başa düşür. Başqa birisi isə əzbərləyir. O səndən bilikli olduğunu, yəni sən bunu ərəb dilində bilir və yaxud da oradakı surələri səndən çox bilirsə, o isə bilir ki, o dini səndən yaxşı bilir. Eyni zamanda terrorda istifadə edə bilir, cihadda istifadə edə bilir. Bəli, indi qərb nə yazıb ki, deməli, hərbi İslam anlayışını gətiriblər. Mədəni İslam anlayışı var, hərbi İslam anlayışı. İslam alimlərinin bəşəriyyətə verdiyi kəşflər niyə orta məktəb dərsliyinə salınmış? İslam alimlərinin. Və nəhəng fizik Nobel mükafatı laureatı Steven Weinberg deyir ki, elmin populyarlaşdırılmasını İslam alimləri yaradıblar. Orada axtarmaq lazımdır işığı. İndi baxın, mən məscidin yanında yaşayıram. Ora insanların əqidəsi də heç kim müdaxilə eləyə bilməz. 10.000 adam gəlir 5-ci gün. Amma ora nə qədər az saylı uşaqlar gəlir. Məktəbdən yayınıb
gəlirlər deməli ibadət eləməyə. Amma halbuki bu uşaqlar təbiət elmlərini öyrənməlidirlər. Bunlar coğrafiyanı öyrənməlidir, bunlar tarixi öyrənməlidir. Müəyyən yaş səviyyəsi olmalıdır. Uşaqlara dinli anlayışların verilməsi üçün müəyyən yaş səviyyəsi olmalıdır. Özü də çox ehtiyatla olmalıdır. Təbii. Çox Bu başqa bir ağırlı mövzudur Etibar bəy. Mən sizinlə razıyam. Dərsliklərimizin problemi bir problemdir. Orta məktəblərdə dərslərin keçirilməsi bir problemdir. Bunlar ağırlı mövzulardır. Əvvələ qayıtmaq istəyirəm. Yavaş-yavaş yekunlaşdıraq. Mən hesab edirəm ki, Etibar Əliyev dediyim kimi savadlı, ziyalı bir aydınımızdır. Akşin Yeniseyin bir sözü var. Deyir ki, baxıram maraqlı, çox dərin, dəyərli bir fikir yazıb. Amma orada bir dənə, üzr istəyirəm, bir cırmaq atıb. Bir qızıqlandırıcı bir ifadə işlədir. Və hamı həmin o dərin fikrini qoyur qırağa. Tamamilə doğru. Düşür o həmin o qızıq yaradan fikrin üstünə. Etibar Əliyev də bundan istifadə edirmi? Dərin, yaxşı, maraqlı bir fikir yazırsınız. Orada bir cümlə işlədirsiniz, qızıq yaradır. Və sizə qarşı etiraf edəcəm. Hətta mənim özümdə belə hesab edirəm ki, lazım deyildi. Bu qəzəb yaradır. Nəyə lazım idi Etibar Əliyev? Bunu yazmışsan, qoy qalsın da. İlham bəy, bilirsiniz... Bunu qəsdən eləsin, yoxsa belə gəlir. Yox, cəmiyyət bilirsiniz, yumorsuz da ötüşə bilməz. Yumor cəmiyyəti dirçəldən bir dəyərdir. Amma yumorda da siz axı kiminsə haqqına girirsiniz. Bernard Shaw'nun bir sözü var, deyir, yumor iti ağlın məhsuludur. Yumoru işlədərsən, sözə gülərlər, işlədə bilməzsən, özünə gülərlər. Bilirsiniz, indi elə bir ki, bu sosial şəbəkələrə daxil olanda adam biraz qorxur. Artıq sosial şəbəkələr müəyyən fobiya yaradıb. Mən yazmaq da istəyirsən. Amma yazmaq da istəyirsən. Amma bir fikirdir də gəlir başına sənin, onu yazırsan. Hər halda ictimai qınaq da var. Siz hansısa bir yenə də deyirəm, bir fikri yazırsınız. Oradan çox adamlar öyrənir. İbrət dərsi götürür. Amma orada həmin o dediyimiz o ifadə, o qızıl ifadə ictimai rəy deyirsiniz, bizim orta səviyyə nə həddədir? Məsələn, bir dəfə şeydir, bu Aristoteldən tələbələrinin biri soruşur ki, sən fizika yazıbsan, poetika yazıbsan, politika yazıbsan. Bunu kim üçün yazırsan? Deyir ki, mən belə başa düşürəm ki, Yunan cəmiyyətinin indiki təhsilinin səviyyəsi bunları başa düşməyə imkan yaradacaq. Bilirsiniz, bugün qeyri-səlis məntiq deyirlər, onu Dədə Qorqudla bağlayırlar, dilimizlə bağlayırlar. Onu neçə nəfər başa düşür? Siz haqlısınız, yaxşı ki, bu verilişə də gəldim. Ancaq bilirsiniz, insanın hissləri var, emosiyası var, insanın intellekti var. Bəzən hisslər və instinkt demək, ağlı və intuisiyanı qabaqlayır və bunun da yaxşı nəticələri olmur. İctimai qınaq məsələsi isə mən bir məsələni deyim ki, nisbidir. Ona görə nisbidir ki, İlham bəy, mən kitab təqdimatı aparıram. 300 kitab təqdim eləmişim. Ona baxan, bəyənən olar maksimum 100 nəfər. Baxan da olar bir 2000 nəfər. Məsələn, heç kim o barədə heç nə paylaşmaz ki, bunu paylaşaq kimsə oxusun. Bu mümkün olan şey deyil. Və yaxud da bir nəfərin, bir yazıçının, böyük alimin Nobel nitqini paylaşır. Heç kim onu... Amma hamı pusqudadır. Hamı pusqudadır ki, Etibar Əliyev bunu niyə dedi? Boşluq yaradıb özü üçün, zəif yer yaradıb, tökülək bunun üstünə. Və İlham bəy, bu studiya vasitəsidir. Mən daxil olmuşam onların səhifələrinə. Bu adamlar, üzr istəyirəm, bu adamlar ancaq şəkil paylaşır, ad günü ilə bağlı nəsə paylaşır, ancaq baş sağlığı verir. İnsan da düşünür ki, axı bu adam birdən-birə necə dirçəldi buradan? Buradan necə boyatdı? Axı bu ancaq bunlarla məşğuldur. Öz də səhifəsi tam deməli, nə bəyənmə var, nə baxış var, nəsə. Amma elə bir ki, o bir dəfə mən maraqlı bir məsələni deyim, xaricdə yaşayan və ölkəmizin əleyhinə təbliğat aparanları termitlər adlandırmışdım. Termit sürüsü adlandırmışdım. Məsələn, biri kimsə təhqir eləyir. Bir də görürsən ki, 15-20 min termit tökülür ora. Və termit də bilirsiniz, artıq fərdi deməli, ağlı ilə hərəkət eləmir. Onlarda da, arıda da ağıl var, qarışqada da. Onlar artıq kimyəvi reaksiya ilə idarə olunur. Yəni,
Mən indi bu onlara özümüzünkilərə demirəm, amma mən onun şahidi olmuşam da. Bir də baxsan ki, belə bir kütlə birdən-birə çıxdı ortaya. Amma mən belə başa düşürəm ki, biz bu verilən imkanlardan istifadə eləməliyik və o mənim məsələn şəxsi fikrimdir. O qədər tarixi şəxsiyyətləri xaricdə də məsələn siz çox oxumusunuz da, məsələn Saramago İsa peyğəmbəri təhqir eləyib, Lagerkvist deməli İsa peyğəmbəri təhqir eləyib. Başqa bir məsələn deyim, İslam dinini ən çox təhqir eləyən Naipaul olub. Yazıcı ona Nobel mükafatı verilib. İslam təşkilatı məktub yazıb ki, bu İslamı təhqir eləyin, bunu geri alın. Yəni amma bu söhbət təhqir məsələsinin məndən uzaqdır. Amma məsələ burasındadır ki, əziz dostum, biraz yazılara da bir tolerant yanaşmaq lazımdır da. İndi bu Aydındır. Aydındır Etibar bəy. Hər halda düşünürəm ki, təbii ki, mənim sizə məsləhət verəsi nə yaşdayam, nə başdayam. Amma hər halda düşünürəm ki, istənilən bir fikri yazanda, fikri söyləyəndə həm də o ünvanı gərək nəzərə alaq. Mən elə düşünmüşəm həmişə. Hətta mən deyirdim ki, o vaxtlar Express qəzeti vardı, sizin də yadınızdadır. Sizə yaxın doğma qəzeti idi. O Express qəzetində mən hələ Qarabağın azadlığından əvvəl Qarabağ işğalda olanda, köşələr yazanda, mən hətta Köçəryanı, Sərkisyanı belə təhqir eləməkdən çəkinirdim. Çünki təhqir olmaz. Nə var ki, yazaram ona bir 100 dənə ayama qoşaram. Düzdürmü? Eləmirdim. Çünki təhqirlə alınmır, siz demişsiniz, amma həm də qarşı tərəfi düşünürəm ki, həmişə nəzərə almaq lazımdır. Və mən bilirəm ki, Etibar Əliyev də bunları həmişə İlham bəy, bir məsələyə toxunum, maraqlı məsələyə gəldiniz. Bu yaddaş məsələsi var. Yaddaş indi təhlil edirlər. O yaddaş Yunanca mnemozen adlanır. O Heraklit dövrü, deməli, Empedokl dövrü, Herodot dövrü, Fukidid dövründə yazmağa bir şey yox idi da. Gərək gedib hansısa bir heyvanın dərisinə yazar. Onda yaddaş rol oynayırdı. Ona muza deyirdilər, yaddaş ilahəsi. Və bu, məsələn, deyilənlərə görə Makedoniyalı İskəndər özünün təxminən bu özü ilə döyüşənlərin bir 5000-in adını əzbər bilirdi. Onda yaddaş vardı. Və bir də onun əksi olan unutqanlıq məsələsi var. İkisi də hal-hazırda elm tərəfindən çox ciddi şəkildə öyrənilir. İndi bizdə bunun hansı güclüdür? Mən düşünürəm ki, mən özüm bundan sonra da dünyasını dəyişmiş şairlərimizi, yazıçılarımızı daha çox təbliğ eləyəcəm. Nəinki mənim üstümə düşənlər və onu edirəm də. Neçə məqalələr yazmışam Məlik Kərim haqqında, Əlibəy Hüseynzadə haqqında. İndi o şəxslər nə vaxta qədər yaddaşlarda qalacaq və unudacaqlar. Mən onlara tövsiyə edirəm ki, hər zaman böyük şairlərimizi yad edin. İndi mən fərz eləyək ki, pis məqamda bir fikir söyləmişəm, yaxşı məqamda söyləməmişəm. Axı Nəriman Həsənzadə dünyasını dəyişib, artıq onun ruhu bizimlədir. Elə Səməd Vurğunun da ruhu bizimlədir. Elə Hüseyn Cavidin də ruhu bizimlədir. Artıq bu ruh məsələsidir. Ona görə də İlham bəy, mən təşəkkür edirəm. Elə bizim dost kimi də bir-birimizə məsləhət verməyə haqqımız var. Mən istəyirəm ki, bizim cəmiyyətin intellektual sferası genişlənsin. Demək, bizim cəmiyyətdə demək, özümüzün üzərimizə düşən ziyalı kimi hansı vəzifə var, onu biz dərk eləyək və gələcək nəsillər bizdən nə götürəcəksə, o nəsillərin də fəlsəfəsi var. Nəsillərin, bizdən əvvəlki nəsil bizə nə verib, biz onlara nə verəcəyin, biz onları necə istiqamətləndirəcəyin. Bu baxımdan mən sizi haqlı hesab edirəm və düşünürəm ki, bu istiqamətdə də fikirləşmək lazımdır. Minnətdaram sizə. Kitablara görə çox sağ olun. Hədiyyə verirsiniz də mənə o kitabları. Minnətdaram sizə Etibar bəy, çox sağ olun. Siz Rekord TV-nin efirində İlham Tumasın qonağı ilə bir yerdə idiniz. Bugünkü qonağım fəlsəfə doktoru, sabiq millət vəkili Etibar Əliyevdir. Sağ olun, salamat qalın.